Baş nazirdən boşanmaq olmaz əmri gəldi. 13 noyabr tarixli və gündəm xəbərin efirində bir xəbər diqqətinizə çatdırırıq. Belə ki, erməni mediası baş nazir Nikol Paşinyan haqda sensasiyon bir məlumat yayıb və iddialara görə Paşinyan rəsmi şəkildə özü evli olmasa da, komandasındakı siyasətçilərə boşanmağı qəti şəkildə qadağan eləyib. Nəşrin məlumatına görə yaxın günlərdə Paşinyan tərəfdarlarından biri ona müraciət edərək ailə həyatını bitirmək və yeni bir səhifə açmaq istədiyini deyib, lakin Paşinyan buna razılıq verməyib. Səbəb kimi isə arqument gətirib ki, Vətəndaş Müqaviləsi partiyasında boşanma limiti artıq dolub. Yəni, son vaxtlar partiya üzvləri arasında boşanmaların çoxalması məhz ictimai rəydə hakimiyyətin ailə dəyərlərinə laqeydliyi barədə də bir fikir formalaşdırıb. Paşinyan tərəfdarına belə dediyi bildirilir, artıq heç kim boşana bilməz, partiyanın nüfuzu daha da düşə bilər. Məlumat isə Ermənistanda geniş müzakirələrə səbəb olub və Paşinyanın şəxsi həyata müdaxiləsi kimi dəyərləndirilib.